Əməliyyata girdim. Bir dənə eşitdim ki, ağlaşma sesi gəlir. Daliya ağlayır. Daliyanı belə qaldırdılar. Bürüdülər. Getirdilər, qoydular piş çiynimə. Bir tərəfimə. İndi sırada Denyas idi. Denyas da həmçin. Denyası da götürdülər. Onun da sesi az çıxdı Denyasın. Onu da bürüdülər. Koydular, birinci Denyası apardılar içəri, giyindirdilər, bürüdülər. Həkim mənə belə elədi, o uşağa baxan. Getirdi Denyası da koydu bu çiynimə. İkisi də başı ilə buramdaydı. Mən də ağlayıram, heyecanlıyım da. Yanımda da ailədən zaten heç kim yoxdur, icazə vermirlər pandemiyaya görə. Demək, əməliyyatdan sonra saldılar məni otağa. Uşaqları aldılar məndən. Bir neçə saatlıq. Təxminən mən aylan tam özümə gələndən sonra getirdilər, ikisini də verdilər mənə. İkisini də verdilər mənə. Biz ana sütü içində. Dedi ki, gördüm Denyas böyle təngi nəfəs olur. Medsanı çağırdım, gəldilər Denyası götürdülər məndən. Qız da həmçin dalayıcı. Denyası götürdülər, məni apardılar küvəç yerinə. Apardılar məni ora. Gördüm küvəcin içindədir, başından iğnə salıblar, burnundan iğnə salıblar ikisinin də. Çıxartdılar, verdilər. Birini sonra sırada bubursunu, özünüz bilirsiniz, bubursunu. Videoları zaten çekip atmışım ona. Ondan sonra 2 gün sonra həkimlər check-uplardan zaten keçdi. 3-cü gün getirdi, həkim mənə verdi ki, uşaqlar yaxşıdır.